O dağlar Belenay bezemez Lel zeliney Of lel zeliney Her dalan may har dalan May har dalan May har dalan Bahar dalan Doldu gitti Belen of çaylar Neydim Təzə təriney Ay təzə təri Hərdən almaz elmi Qalay elmi Qalay elmi Qalay elmi Qalay elmi Qalay elmi O dağları bəzəməyə Ləli zəri hardan alım soldu getdi çiçəklərin təzə təri hardan alım Olmuşuq lal Olmuşuq çar Tutub nəğmə kiriyib tar O bəstəkar o nəğməkar xan tərtəri hardan alım Tərtər çayı Salam əziz qardaşlarım, bacılarım. Sinəmizdə səssiz, amma sönməyən bir od yanır. Bu od Qərbi Azərbaycan odudur. Göyçənin sərin küləyi, Zəngəzin uca dağları, Dərə ləzin yolları, İrəvanın qədim nəfəsi hələ də ruhumuzdadır. Elə bir o torpaqların qoxusu uşaqlığımızdan, analarımızın laylalarından, ata ocağının tüstüsündən bizə hopub qalıbdı. Gözlərimizdən axan yaşlar qurumur. Çünki həssət bitməyib. Çünki ürəyimiz doğma yurda sarı döyülməkdən yorulmur. Amma bütün bu ağılın içində bir işıq var. Sönməyən, qırılmayan bir işıq, ümid işığı. Bir gün o torpaqlar yenə bizim səsimizlə dolacaq. Bir gün orada yenə bizim nəğmələrimiz səslənəcək. Bir gün dualarımız o yurd yerlərində göyə yüksələcək. BDM TV'nin Həsrət və Ümid verilişinə xoş gəlmisiniz. Gəlin bu ağrını birlikdə daşıyaq, bu ümidi birlikdə yaşadaq. Həsrət və Ümid verilişinin dəyərli izləyiciləri, bugünkü verilişimizin qonaqlarını sizlərə təqdim etmək istəyirəm. Bugünkü verilişimizin qonağı elimizin, obamızın dəyərli ağsaqqallarından olan, cənnət məkan olsun, dünyasını dəyişmiş mərhum Məmmədov Ağalı Abbasəli oğlunun övladlarının evindəyik. Öncəliklə, başda Aydın əmi olmaqla Tağı əmiyə təşəkkürümü bildirirəm ki, mən danışdım, müsahibə ilə bağlı məlumat verdim və onlar da mənə dedilər ki, ay Ceyhun, nə danışırsan, biz bu verilişə baxırıq, digər bizim kəndçilərimiz, elimizin, obamızın dəyərli insanlarına müsahibə veribdi. Biz də bu verilişə müsahibə verək, bizim qonağımız ol. Mən də gəldim, bizim dəyərli ellərimizin evinə, onların qapısını döydüm və başlamışıq verilişimizə. Əziz tamaşaçılar, bildiyimiz kimi bizim kəndimizin cəmaatı Azərbaycanın müxtəlif yerlərindən məskunlaşıblar. Aydın əmi, Tağı əmi də bizim Sabunçu yerdə, Sabunçu rayonunun Pişağı qəsəbəsində, Yenikent ərazisində məskunlaşıblar. İndi oradan onun evlərindən biz sizinlə danışırıq. Qonaqlarımız Abbasov Aydın Ağalıoğlu, Tağı Məmmədov Ağalıoğlu. Bir də bibimiz Səyyarə Hacıbaba qızı, Abbasova Səyyarə Hacıbaba qızı. Allah hamıza uzun ömür, can sağlığı versin. Öncəliklə bir sizi salamlayıram. Aydın əmi, Tağam, necəsiz? Çox sağ olun, sağ olun. Ceyhun, çox sağ olun. Ceyhun, hoş gəlmişsiniz. Həmişə qapımız üzünüzə açıqdır. Bu həsrət və ümid verilişi elə bir bizim
içimizden, ruhumuzdan, kanımızdan gelen bir hasrettir. Bəli. Biz bugünkü günəki bu həsrət və ümid verilişini siz hazırlayırsınız. İnşallah bu həsrət ürəyimizdə qalmaz. Vətən həsrəti bizi illərdir, uzun illərdir bizi narahat edir. Atalarımız da narahat olur, babalarımız da bu hayatı, bu qaçqınlıq həyatını yaşayıb zaman zaman erməni düşmənlərimizdən bu ağrını onlar da görürdü. Bəli. Biz 1988-ci ildə ermənilərin təzyiqi nəticəsində öz doğma torpaqlarımızı, vətənimizi, elimizi, obamızı tərk edib Azərbaycan Respublikasına, Azərbaycan torpaqlarına üst tutmuşuq. Bir də orada Azərbaycan torpağıydı. Amma Rusların, ermənilərin birləşməsi nəticəsində o torpaqlar bizim əlimizdən çıxır. Çox təəssüflər olsun. Çox təəssüflər olsun. Aydın. İnşallah möhtərəm prezidentimizin sayəsində birləşib o torpaqlarımızı geri qaytarıb, o torpaqlarımıza yenə qovuşa bilərik. İnşallah. Mən vaxtınızı çox almaq istəmirəm. İstəyirəm ki, sizə verəcəyim suallar var. O suallar ətrafında daha rahat fikirlərinizi ifadə eləyin. Həm də ardıcıllıq pozulmasın. İnşallah ki, əziz tamaşaçılarımız da bizim elimizin, obamızın dəyərli insanlarının hər birinin xatirəsi bizim üçün önəmlidir. Çünki hər kəs orada yaşayıbdır, orada uşaqlığı, cavanlığı, yaşının müəyyən vaxtına qədər orada yaşayıbdır. İndi suala belə başlayaq, Aydın əmi. Biz sizi tanıyırıq, maşallah olsun, elimizin, obamızın dəyərli ziyalısınız. Çox gözəl bir ailədə böyümüsünüz. Zəhmət olmasa Aydın əmi, atanız, ananız haqqında, qardaş bacınız, övladlarınız haqqında danışasınız və daha sonra Tağı əmi də, Bibi də inşallah bunları sual davam etdirər. Buyur Aydın əmi. Sağ olun. Suala görə çox minnətdaram Ceyhun müəllim. Mən 1955-ci ildə Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşam. Onun da müəyyən səbəbləri var ki, demək, o dövrün siyasi rejimi, o dövrün kəskin şəkildə biz Azərbaycanlılara qarşı olan nifrət hissi bizi öz doğma vətənimizdən ayrı saldı. Daha doğrusu babam gibi vətəndən ayrı saldılar. Və beləliklə biz Bərdə rayonuna gəlib çıxdıq. Bərdə rayonunda bir neçə il qalandan sonra 1955-ci ildə mən anadan olmuşam. Lakin çox çəkmədi ki, vətən həsrəti babam gibi çox narahat edirdi. Onlar bir neçə ildən sonra öz doğma yurdlarına qaydası oldular. Məni isə bələkdə gətirbilər. Hələ mənim yaşım tamam deyildi. Və gəldik Tel kəndinə məşğullaşdıq. Tel kəndində 1961-ci ildə yaşım gəldi çatandan sonra 1961-ci ildə 1-ci sinifə, orta məktəbin 1-ci sinifinə daxil oldum və 1971-ci ildə isə orta məktəbi qurtarmışdım. Və beləliklə sonra mən gəldim Bakıya. Bakıda Xalq Təsərrüfatı İnstitutunu müvəffəqiyyətlə bitirdikdən sonra İqtisadçı mühasib ixtisasına yiyələnərək öz doğma elimizə, kəndimizə qayıtdım və orada uzun müddət işləmişəm. Mühasib olaraq işləmişsiniz. Bəli, iqtisadçı mühasib idim mən. Atamgildən, atam Ağəli mən tərifə layiq, doğrudan tərifə layiq. Kimdən soruşsanız deyərlər ki, atam haqqında Allah rəhmət eləsin. Deyərlər. Atam uzun müddət onun sənəti dülgərlik idi. Bu dülgərlik sənətini çox işlətmişdi. Ona görə də atamı bu inşaat işlərini yaxşı bildiyinə görə atamı inşaat briqadiri verdilər. Atam uzun müddət inşaat briqadiri işlədi. Sonra isə
sağ briqadiri də işlədi, çölçülükdə, ot biçini vaxtı işləyirdi. Hə. Ola başa düşürəm. Hə, ola. Sonra da bilirəm çətindir danışmaq. Hə, Çünki çətindir. o boyda şeyləri valideynlər itirmisiniz. Bizim üçün ağırlı, acılıdır. Qardaş bacınızdan danışın, zəhmət olmasa. Biz, deməlim, biz 3 qardaş, 6 bacı ailəmizdə, ailənin də böyük uşağı mən olmuşam. Qardaş bacılarım da biz Adlarınız zəhmət 88-ci ildə köçüb gəldik Azərbaycana, yenə də ermənilərin o çirkin siyasəti nəticəsində çıxıb gəldik Xanlar rayonunun, indiki Göygöl rayonunun Hacıməli kəndində məskunlaşmışdıq. Lakin bir müddətdən sonra mənlə qardaşım Tağı Bakıya yüz tutdu, gəldik indi Bakıda məskunlaşmışıq. Evimiz, eşiyimiz, uşaqlar da böyüdü, hərbi xidmətə getdilər. Beləliklə burada məskunlaşıb yaşayırıq. Tağami, siz davam etdiniz, baxıram Aydın əməliyyatını çəkir. Uşaqlarla, bacılarınızla, biraz da ananız haqqında məlumatı verin. Rəhim müəllim, anamız dərzi işləyib. Ancaq elə evdə işləyib. Anamızın gözəl əl işləri, gözəl əl səliqəsi olduğu üçün qonşu kəndlərdən də onun yanına o zaman hazır donlar olmurdu. Parçadan dərzilər tikirdi. Qonşu kəndlər də gətirirdi. Qonşu kəndlər hansı idi? Qonşu kəndlər Köçbək kəndi idi, Leyliqasan kəndi idi. Onlarda dərzi olmadığı üçün gətirdilər anam qadın paltarı tikirdi. Allah rəhmət Qız eləsin. gəlinin, ana bacıların paltarlarını, donunu tikirdi. Elə zamanlar olurdu ki, sabah toy olacaq, qızlar parçanı gətiribdi. 5-6 qız parçanı gətiribdi ki, Zülfiyə idi adı. Zülfiyə xala, donunu sabaha hazır eləyə bilərsən, toya çata. Anam gecəni yatmırdı, 5-6 qızın qəlbinə dəyməsin də, donun hazır eləyirdi. Səhərsi gün qızlar gəlirdi, ayrı otağı var idi. Orada anam dərzi işlədiyi otaqda geyinirdilər, paltarlarını bəyənirdilər, gedirdilər. Qardaş bacı, böyük qardaşımız Aydın dedi, Aydındır. Ondan Xırda bacımız qonşu kəndə köçüb, Elmira xanım. Elmiradan Xırda mənəm. 1959-cu ildə Terp kəndində anadan olmuşam. Orta məktəbi orada oxumuşam. Ondan sonra Yerevan Azərbaycan dilində, Yerevanda kənd təsərrüfatı texnikumu var idi. Ora qəbul olub, oranı bitirdikdən sonra hərbi xidmətə getmişəm. Oradan gəlib kəndimizdə o iş fəaliyyətimi, öz ixtisasıma uyğun üç kəndin baytar həkimi işləyirdim. Bu 88-ci ildə köçənə qədər mən üç kəndin baş baytar həkimi işləmişəm. Məndən Xırda bacım Cəmilə ailə qurubdur. İndi onlar Rusiyada yaşayır. Sonra Bakir qardaşımız, kiçik qardaşımız. O da Göygöl rayonunda yaşayır, Hacıməli kəndində. Və bacılarım Sudaba, Gülaba, Kamilə, onlar da Cəmiləni dedim. Onlar da Hacıməli kəndində yaşayırlar. Kiçik bacımız Sumqayıt şəhərində yaşayır, Ruhiyyə. Cəmilə də dedim, ailə qrupdur. Onlar indi hal-hazırda Rusiyada yaşayırlar. Allah xoşbəxt eləsin hər zaman. Sağ ol. Övladları var. Onların da nəvələri olanlar var. Allah sizinkilərini də xoşbəxt eləsin. Allah razı olsun. Aydın əmi, siz sözümə başlamadan əvvəl Aydın əmi, suala keçmədən öncə bir Səyrə bibini də dinləmək istəyirəm. Səyrə bibi özünüz haqqında bir
Adınız, familiya, soyadı, atanız haqqında bir iki kəlmə siz deysəniz yaxşı olar. Buyurunuz. Sən xoş gəlmisən bu ailəyə, bu ocağa. Sağ ol Aybib bəy. Allah sizi kimi oğullara dəyməsin, var olasan. Mən Abbasova Səyərə Hacı Baba qızı. 1958-ci ildə Terk kəndində anadan olmuşam. Elə orta məktəbi də orada bitirmişəm. Ondan sonra mən də elə dərziliyi öyrənmişəm qaynanam kimi. Dərziliyi ilə məşğul olmuşam. Biz 3 bacı bir qardaş olmuşuq. Elə böyüyümüz qardaşım olubdu. O da 31 yaşında avariyaya düşdü, maşın qəzasında Allah rəhmət eləsin. rəhmətə getdi. Allah ölənlərimizə rəhmət eləsin. Elə onun həsrəti ilə yaşayırıq ki, onun qəbrini bir dəfə görək. Heç nə qədər baxırıq, heç nə qəbrinin yerini görə bilmirik. Nə bilim, nəysə, qismət, Allah qismət eləyə, Allah prezidentimizə dəyməsin. O torpaqları ala, gedək heç olmasa o qəbirlərimizi ziyarət eləyək. Ondan sonra da 2 bacım, bir bacım da Sumqayıtda yaşayırdı, o da rəhmətə getdi. İndi bir bacım Yevlaxda, mən də burada yaşayıram. Belə şükür yenə qalanlara Allah dəyməsin. Amin. Onların da evlatları var, mənim də var, nəvələrimiz var. Şükür, sağ-salamat yaşayırıq Bakıda. Şükür. Hamınıza təşəkkür bildirirəm. Amma belə deyək də, hər kəs baxıram ki, kəndlə bağlı, oradakı yetişdikləri mühitlə bağlı deyəndə hər kəsin içində bir burxuntu var, bir narahatçılıq var. Elə yaranızı deşmək kimi olmasın, daha doğrusu yaramızı deşməyək. O torpaqlarımızı qoyub gəlmişik, elimizi, obamızı qoyub gəlmişik. İstəyirəm ki, Səhərə bacı, sizdən başlayaq. Elə mikrofon sizdəykən, bildiyimiz kimi Terpimizin, Qərbi Azərbaycan Paşalan, Terp kəndinin, Terp, Köşbə, Leyli Qaçanın, yəni bunların çox gözəl füsunkar təbiəti olubdur. Kəndin ərazisi, ona əhatə edən dağlar, meşələr, çaylar, göllər, bulaqlar, bunun haqqında nə deyə bilərsiniz? Yəni, xəyalınızda Terp necə qalıbdır? Bu sualı üçüncü də verirəm. Xəyalımızda Terp, elə bil ki, elə indi çıxmışıq oradan. Hər dağı, daşı, ağacı, harda, hansı ağac bitirdi, hamısı nəzərimizdədir, yadımızdadır. Çox gözəl adətlərimiz var idi, çox gözəl. Toylar eləyirdi, 3 gün, 3 gecə toy çalınırdı. Göngələr kəsilirdi, qoyunlar kəsilirdi. Hamı yığılırdı, çörək bişirirdi. O başqa bir adət idi. Çörək bişdi, eləyirdik. Hamı gəlirdi, pul verirdi bişirənlərə. Sonra parça bişdi, eləyirdik. Dərzi otururdu, oturan hamı gəlirdi, ona pul verirdi. Parça bişdi, eləyirdik. Gəlinə paltar tikirdik. Bayaq Tağı qeyd elədi, həqiqətən də o 3 kənddə biz ikimizdən başqa dərzi yox idi. Köşbəkdə də gəlin köçəndə bizi aparırdılar, orada parça bir şey eləyirdik. Leyli Qaçanda da elə eynilə. Nə gözəl, nə gözəl. Mən bu hadisəni ilk dəfə qarşılaşdım. Bu günə kənd cəmiyyətində müsahibə olanda bunlar deməyiblər. Hə. Onda sizin yaxşı xatirələriniz var, onlardan danışın. Hə, parça bişdi eləyirdik. Sevinə-sevinə, hamı deyə, gülə, yerdi. 3 gün toy çalınırdı. Bütün qız, gəlin, cavanlar düzdür, günüz hamı gedirdi, çörən yerdi, nəmər salırdı. Amma gecə oldu, hamı tələs. Hə, bütün qız, gəlin, hamı təzə paltar tikdirirdi. Hamı geyinib kezinib, axşam toya gedir. İndiki kimi deyildi. Restoranda biri gedir, qalan nəfər gedə bilmir. Mağar toyu idi, 2 mağar tikilirdi. Birində kişilər otururdu, birində qadınlar çörək yeyirdi. Sonra axşam hamı ayrı-ayrı olurdu. Amma axşam hamı yığılırdı çalğı olan mağara. Orada çalmaq, oynamaq saat 1-ə 2-yə qədər hamı çalırdı. Hər öz qohumu, qız gəlinin oynadırdı.
Sərə bir, məsələn, indi siz, mən əslində bu bir sual, üçüncü sual demək istəyirdim, sizə bu sualları vermək istəyirdim. Məsələn, bu biraz mövzu düşmüşkən fikriniz yayınması, bu kəndinizin o dağlarından, dərələrindən, sularından, bulaqlarından, çünki o gəncliyiniz orada keçibdi. Hə, hansı ad yadınızda qalıbdı? Çünki o torpaqlar bizim torpaqlardır. Bəzən bunu ermənilər bunu izləyirlər, baxırlar, deyirlər ki, özlərini hesab edirlər. Amma sübut olarak suda yaşamışsınız. Bir o bulaqlar yadından nə qalıbsa? Hamısı yadımdadır. Alma bulağı var idi, payız yurdu var idi. Oranın suyunda 5 dəqiqə əl saxlamaq olmurdu. O qədər soyuq idi, sərin idi. Sonra Baba bulağı var idi. Ən yaxşı elə oradan çəkib getmişlər. Kəndimiz o sudan istifadə edirdi. Pərəz bulağı var idi. Sonra Ağyarğan var idi. Otlara icazə, xüsusi otlara icazə verilirdi. Hərə öz ailəsi ilə. Bulaqlar başında quzu kəsmək, kabab çəkmək. Həm işli özümüz üçün ot yığırdıq, malqaramız üçün. Həm də yeyib içmək. Çox gözəl səfalı yer idi. Allah qismət eləmədi də, ermənilər indi yaşayır orada. Qismət ola bir də gedək o yerləri, yaşımızın bu vaxtında gedək o yerləri görək. Sonra elə bil ki, bitən bitkilər çox idi, çox istifadə edirdik. Əvəli idi, ələyəzi idi, cacıq deyirdik. Onlar nə üçün istifadə olunurdu? Məsələn, əvəli, ələyəz? Əvəli, ələyəz, onları qışda yığırdıq, yığıb qurudurduq. Sonra qışda onu umaz eləyirdik, ya qovururduq. Hər şeyə də soyuq, hər şey xəstəliyə xeyli idi. Xəstəliklərin qabağını alırdı. Sonra itburnu yığırdıq, qurudurduq. Bəlkə 4-5 vedrə tutan qazanla bir, indi bağlayırıq yayda, amma o vaxtı qurudurduq, qışda isladırdıq. Burada bağlayırsınız? Burada bağlayırıq, sokun bağlayırıq. Bəs orada nə edirdiniz? Amma orada qurudurduq. Səridir, şiferdə quruyurdu. Sonra yayda, qışda məsələn bir vedrəni birdən isladırdıq, onun sokun çıxardırdıq, soyuq yer idi, xarab olmurdu, heç nə olmurdu. Yekə qazanda 4-5 vedrə tutan qazanla bir eləyirdik, qoyurduq. Uşaq da içirdi, böyük də içirdi. Hamısı dərman idi da, dərman idi. Ona görə də orada heç bir xəstəlik yox idi, eşitməmişdik o xəstəliklərin adı. İndi burada kimi təzyiq, kimi şəkər, Allah göstərməsin heç kimə. Sonra yemişan deyirdik, giviş deyirdik. O bitki təzyiqin dərmanı idi, itburnu idi, yığıb qurudurduq. Nəysə çöldə bütün alma, armud, yedi yığıb gətirirdi, ot tayasının arasına tökürdük almanı, qalırdı yaza qədər, ot tayasının arasına otu mal heyvana verəndə bir də baxırdın ki, alma töküldü. Belə hər şeydə, hər şey. Burada görmədiklərimizi, indi ona görə bizə deyirlər ki, siz orada Ermənistanın həm təmiz yağ yemişsiniz, təmiz ət yemişsiniz, mal heyvan ancaq çöldə gül çiçək otlayırdı. Adnan, qonşu kəndlərdən, orada örüşlərdən, meşələrdən. Qonşu kəndlər ümumiyyətlə, dərələr, oranın təbiəti o qədər gözəl idi, o qədər şinkar idi. Rəssam elə bir öz tablo, bir böyük bir mənzərə yaratırdı. Rəssam öz fırçası ilə. Təbiətdə bütün bitkilər o qədər gözəl, narın çiçəklər var idi. 100 cürə, 1000 cürə çiçəklər var idi. Hamısından da dəridik, iyini qoxluyurduq. Elə çiçəklər vardı ki, çay dəmləyirdi ondan. Vitaminləri bol olan çiçəklərimiz var idi. Qan təpərdi, sonra təyli otudur. Sarı çiçək deyirlər, çoban yastığı. Bu çiçəklərdən də çay üçün istifadə edirdi. Səyara dedi də, orada o bitkilər çox idi.
Hələ yarısını, elə bir ki, alt hissəsini adım çəkdi. Baldırğan var idi. Dərələrdə o qədər baldırğan, piltan, çox bitkilər var idi. Bunun hamısından da istifadə edirdi. Elə bitkilər vardı ki, tutulurdu. Bütün hazırlıq işləri görürdü, hazırlayıb işlər istifadə edirdi. Ətraf kəndlərin də təbiəti elə eynən bir idi də, yəni orada bir gözəl idi. Həddindən Hansı kəndlər var? Ətraf kəndlər haqqında. Kəndlərdən, yaxın kəndlərdən var idi. Köşbə kəndi, Leyliqaçan kəndi. Tərəfdən Dindibaz kəndi var idi. Vaxtilə orada Azərbaycanlar çox oldu. Sonradan yavaş-yavaş onlar da az hissəsi qalmışdı köçə-köçdə. Az cəmaat qalmışdı oradan. Demək olar ki, barmanla sarmaq olardı ki, Azərbaycanlar qalmışdı o kənddə. Ondan sonra Gömür, Gavır, onlar da bizə yaxın ərazi idi. Yaxın, çox uzaq olmayan bir ərazi idi. Gediş gəlişimiz, qız verdi, qız aldı, bax belə. Toylarımızda iştirak edirlər, biz onların toylarına gedirdik, cavanlarla. Belə münasibətdə, olduqca münasibətdə olurdu. Nə bilim, nə deyim, nə qədər kövrəlmişəm heç. Allah Səhərə bir demişkən inşallah onlara qayıtmağı, o ən azından ilkin olan məzarlarımıza ziyarət etmək Allah bizə nəsib eləsin. Tağam, siz verilişdən əvvəl bir qəşəng bir bu söhbət edən dediniz ki, orada adətənlə toylarla bağlı bəzi xatirələr var. Hətta dediniz mən onu göstərəcəm. Öncə onunla başlayın, ondan sonra bir nəsə bilsə bizi göstərəcəydiniz. Bizdə o zaman toy məclislərində tabanlar yığışıb mağar düzənlərdi. Yemək mağarı ayrı olardı. Kimdə də ki, böyük zallar var idi, kimin evində. Orada idi. Çörək yeyirlərdi. Sonra gəlib o toya baxmaqdı, oynamaqdı. Qız gəlin bir tərəfdən, anabacılar bir tərəfdən oturardı. Kişilər, oğlanlar da bir tərəfdən. Bir sipariş verərdilər. O zaman o toyda toybəyi deyirdilər. Toybəyi kimin ki istəyir sipariş verə, oynaya, yaxınlaşırdı, ondan nəmərin alıb verirdi, aşıqların stoluna qoyurdu. Sonra o istədiyi mahnını ifa edirdilər. Onunla bərabər dostları, qohumları, istədiyi adamlar, yaxınları bir yerdə rəqs edirdilər, oynayırdılar. Toydan əvvəl, toy başlamamışdan, o vaxtı orada qaz yox idi. Odun gətirmək lazımdır meşədən. Cavanlar, böyüklərin xəbəri olmazdı. Cavanlar yığışardı, gedərdi, odun gətirərdilər, yığardılar. Hətta odunu hazır vəziyyətə salıb, doğrayıb, yığardılar ki, toylar, aşpazlar Əziyyət çəkməsin. Hazır olsun, əziyyət çəkməsin vaxtında. Toylarda yaxşı yallılar gedərdilər. Yallılar çox idi. İndi təsvirlər olsun ki, bir neçəsi unudulubdur, az qalıb, telo qalıb, ruhani yallısı qalıb. Mən hətta bir dəfə Gəncə Xanlar rayonunda olanda, orada qonşuda toy idi. Sipariş verdim ki, bir dənə ruhani yallısı çalın. Bu musiqiçilər dedi, ruhani yallısı yoxdur. Dedim, yaxşı, siz ruhani çalın, yallı ilə işiniz olmaz. Başladılar, çaldılar, bacılarımla. Aydın o vaxtı yox idi, harasa getmişdi. O xırda kiçik qardaşımı, bacılarım yığışdıq, bu yallını oynadıq, ruhani yallısını. Ara bir aşıqlara baxıram, görüm bunlar nədir? Mən baxanda başı ilə belə razılıq edir ki, hə, doğrudan belə bir yallı var imiş. Bilmirəm, musiqiçi, amma bilmirik. Ruhanın havası ilə biz yallı getdik. İndi də o yallı bizim gənclər arasında, böyüklər arasında işlənilir, oynanılır.
Toylarda çörek pişirenler olurdu. Çörek pişirenlerin nemer deyirdiler da. Dedim mesela. Cənnət əmi dedi, məsələn, üzün sözü kəsdim. Məsələn, deyək ki, demiş qapaq açılmır, gəlin. Ondan. Bu yemək pişirenlerin, çörek pişirenlerin neməri verilirdi. Şimdi vaxt gəlib çatırdı, qonaqlar gözləyir ki, sürfüyə isti yemək gələr, xaçlama gələr, bozbaş gələr, belə isti yeməklər gələr. Aşpaz vermir. Niye vermirsən, qardaş, sənin dərdin nədir? Bu cəmaata niyə aç saxlayırsan, niyə vermirsən? Yox, qazanın ağzını aça bilmirəm. Qazanın ağzını nə təhər açar? Qardaşağa gəlsin, qohumlar gəlsin, bəy gəlsin, qazanın ağzını kömək eləsin, açar. Kömək məsələsi nədir? Aşpaza nəmər verməkdir, xələt verməkdir. Gedərdilər, aşpaza hörmət edərdilər. Pul verərdilər. Ondan sonra, qazanın ağzı açıldı. Nə qədər açılmırdı, amma indi açıldı. Aşpaz başlayardı. Yeməklərdən çəkərdi boşqablara, tabanlar gətirərdi, qonaqlara verərdi. Beləncə gözəl adətlərimiz çox idi. Tamam, o gətirdiyiniz o nə idi kağız, o diqqətimi çəkdi. Bizdə toylar, üzr istəyirəm bağışlayın, elə Aydın, Səhərə, Allah bağışlasın. Mənim toyumun dəvətnamələrindən qalıbdı. Valla, çox gözəl bir Bu tarixi sübutdur ki, bizdə toylar ekrana tutun zəhmət olmasa. 2 gün gedirdi. Bizdə toylar 2 gün gedirdi. Saxlayın tərpətməyin. 4-5 Avqust 1984-cü ildə. Şəkilim də üstündədir. Adım da oradadır. Atamın adı, dəvət edən atamın adı da oradadır. Hamısı. Bizim toylarımız belə olur. Tamam, inansız verilişimiz için çok önemli bir yaşay bir maraqlı bir hadise oldu. Təbrik ederim, maşallah. Buyurun. Bu bizim kendimizin tek toy adeti değildi. Ondan başka idmanla meşgul olan gənclərimiz var idi. Adətlərimiz, çok yaxşı adətlərimiz çox idi. Yaxşı adətlərimiz çox idi. Misal üçün, gənclərdən biri ata yurdundan ayrılıb ev tikir. Təmannasız növbə ilə gedərdilər, onun o tikdiyi evə kömək edərdilər. Hətta mənim bir şey xatirimdədir ki, mən ayrılıb ev tikəndə Bəxtiyar var idi. Qonşu kənddən gəlmişdi, bizim kənddə yaşayırdı, ailə qurmuşdu, yaşayırdı. O da ev tikmişdi. Onun evinin üstünə, o indiki dillə desək, monolit beton tökülürdü. Mən də burada öz evimdə işləyirəm. Mənə deməyib, bildirməyib. Mən xəbər tutandan sonra öz işimi dayandırdım. Mən də getdim orada. O monolit beton tökmək biraz çətindir, ağırdır, kömək lazımdır. Tökürdü. Harada da ki gedib məsələn elə bir iməclik kimi bir iş idi onlar. İməclik eləyib, kömək eləyirdi. Həmin eviyyatında gətirərdi, heyvan kəsərdi, süfə açardı, gözəl yemək, içmək, qalanlar bir-biri ilə zarafat eləyərdi, mehribançılıq çox idi. Harada kimdə bir dənə kömək lazım olan iş var idisə, təmənnasız hamı gedib kömək edirdi bir-birinə. Tamam, üzr istəyirəm. Elə bu Aydın əminə ikinizə sual deyin, Səhərə bazda fikrin deyə. Kənddə toylardan, adətlərdən danışdınız. Bildiyimiz kimi, yəni biz tərəfdə ağsaqqal sözü, ağbirçək sözü çox önəmli idi. Kənddə belədir də, bu məclisləri aparan, o yallılar yaxşı gedən, sözü hər zaman dinlənən, tanınan, deyək ki, bir müəyyən bir sahədə, hər hansı bir sahədə tanınan ağsaqqallar, gənclər, yəni həmin bunlar və bunlarla bağlı nə xatirələr danışa bilərsiniz? Yadınızda nə qalıbdır? Misal üçün,
Sözü kesen aksakallar da var idi. Sözü kesen aksakallardan biraz zaman, bizden biraz böyleler de var idi. Biz mesela orada çok yaxşı kiçik böyünün hörmətini saxlayırdı. Olub aksakallardan olubdu, babalardan da çox olubdu. Amma mən elə bu son dövrdə Öz yaşınız dövründə. atam yaşda Bəli. aksakallardan danışıram. Kəndimizdə olub Hüseyin, ağamızda olub, hörmətli aksakallar olub, aksakkal olub, sözü keçən Bəhmanov yox başda, Hənifayev Salman, Bəhmanoğlu olubdu, Hüseynov ağa, Bəhmanoğlu olubdu, Gülov Əhməd Paşaoğlu olubdu, sonra Rəhim kişi olubdu, Aydın əmi, yadına düşəndən sən də müdaxilə elə. Ya denəm, narahat olma. olubdu, baba olubdu. Həsənov nənəm var idi, çox yaxşı, belə rahat adam idi. Qonşuluqda olurdu, bizə yaxın qonşuluqda olurdu. O idi. Atamız Məmmədov ağalı idi. Atamız da əlbəttə. Atamızı tərifləmirik, amma olanları deyirik. Hə, əlbət, Allah rəhmət eləsin. Çox idi. Ümumiyyətlə, Ağsaqqalın sözü fərqi yoxdur. Qohumdur, yaddır, hər nədir. Kəndin Ağsaqqalıdır. Davan üçün qanundur. Hənifəyə sevindik. Hə, dedi, hə. Çox idi. Bu toyda, bu toy ərəfəsində bilirsiniz ki, bu cavanların beyni qan olur. Bu toyda məsələn qarma qarşılığı bəzən düşürdü. Bu ağsaqqallar belə olanda müdaxilə edə bilirdilərmi? Bəli, eləyirdilər. Müdaxilə eləyirdilər. Cavan da eşidirdi. Deyərəm ki, bu... Bir xatirə var mı məsələn elə bir toydan? Belə xatirələrdə, belə müdaxilələrdə ən çox Bəhmanov vardı. Yadınızda düşən bir xatirə var mı? Bir paylaşsanız. Biri var, mənim də cavan vaxtım idi. Mənim də başıma gəldi bir mübahisə. Buyurun. Ancaq mən günahlı deyildim da, günahsız olduğuna görə qəbul edə bilmirdim. Qəbul edə bilmirdim. Bu bir neçə saat çəkdi bu mübahisə. Qonşu kənddə. Bu mübahisə çəkdi. Bunun səbəbkarı müğənni oldu. Müğənni danışığını bilmədi. Hadisə necə oldu? Mən də qəbul edə bilmədim. Mübahisə yarandı. Mən də nəysə burada, bax, bayaq dedim. Bəhmanov vardı, Salmanoğlu, bibimin oğludur. Bu irəli durdu. Eşitmədim. Çox çalışdılar. Zeyn əsəbdən partlayır. Mənə dedilər ki, məni saxlayanlara dedilər ki, boşdan, görürsünüz ki, o dözmür da, boşdan biraz sərbəst olsun. Erməni var idi, İraq, bizim kəndə direktor işləyirdi. Bu irəli durur ki, mənə sakitləşdirər. Mən də heç özümü bilmədən buna bir şirə vurur. Səhərci gün mənə dedi ki, bax görməyələm, damağım biraz iç salmışdı. Olur. Axır nəhayət yenə də Vaqif məni sakitləşdirdi. Sakitləşdirdilər, davam elədi. Olur da zaman vaxtları belə şeylər də olur. Aydın əmi, bu təsir... Orada elə şikənən uşaqlar olurdu. Demək, o toydayı ona bir şillə vuranda onun valideyni daha şad olurdu. Daha gəlib demirdi ki, şarını niyə vurmuşsan? Güzel əmisən. Güzel əmisən. Bəli. Bizim adətlər elə idi, hamıda mehriban yaşayırdı. Aydın əmi, bildiyimiz biraz sözünüzün əvvəldə dediniz, Tağı əmi də siz də yəni ziyalı insanlarsınız, oxumusunuz, ömrünüzün bir çox hissəsi təhsillə bağlı olubdu. Yəni kənddə bu təhsil məsələsi, məktəb məsələsindən bağlı mənim üçün maraqlıdır. Yəni bu məktəbdə bizim kənd cəmiyyətimizdən müəllimlər, qonşu kəndlərin müəllimləri hamısı sizin kənddən idi, yoxsa başqa qonşu kənddən gəlirdilər, onların adları, məktəb xatirələrinizdən zəhmət olmasa?
Məktəblə bağlı sual verdim, hə. Bəli, Ceyhun müəllim. Məktəbimizdə hər ixtisasa uyğun, dərslərə uyğun, biliklərə uyğun müəllimlər var idi. Qalan müəllimlər də var idi. O zaman müəllimlər də var idi. O zaman müəllimlərdən Abdülkərim müəllim ən yaşlı ağsaqqal adam idi. Coğrafiya dərsini verirdi. O şu kəndlərdən də bizim mütəllim müəllim var idi. Ədəbiyyat dərsini verirdi. Bizim kənddən idi o, hə? O bizim kənddən. Çünki qonşu kənd dediniz ona görə. O bizim kənddən idi. Ədəbiyyat müəllimi idi. Əylər müəllim var idi. O da Kömək eləyə bilərsiniz, ya da salla bilərsiniz. Biyologiya dərsini verirdi. Anatomiya, biyologiya, o fənləri əylər müəllim tədris edirdi. Maraq necədir yəni uşaqların? Çünki bizim kənddən maşallah olsun, yəni oxuyan insanların, məsələn ki, Naxçıvanda olsun, Gəncəyə olsun, Bakıya olsun, gələnlər bu təhsil haqqında başqa, yəni gənclərin marağı, niyə belə marağı var idi? Aydın əmi, məsəl üçün Bayaq demədim, özün düzü, mən orta məktəbi çox müvəffəqiyyətlə, yaxşı, yüksək qiymətlərlə tanımışam. Ədəbiyyata həvəsim olduğuna görə ilk dəfə mən jurnalistikaya Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verdim. Amma təəssüf olsun ki, müsabiqədən keçə bilmədim. Sonra mən Xalq Təsərrüfatı Üniversitetini verdim. Eyni ilə də bizim sinif yoldaşlarım Vahid Qurbanov var idi. O Vahid də Politexnik İnstitutundan qəbul olmuşdu. Oranı tutardı, müvəffəqiyyətlə tutardı. Bizim sinifin əksər uşaqları hamısı eləsi var idi. Texnikum tutardı, eləsi də vardı. Yəni Bakıda oxuyublar, ali məktəblərdə. Üzr istəyirəm, Aydın əmi, mənim üçün bu sual maraqlıdır həqiqətən. İndi Tağam da o suala cavab verə. Sərə bir də bəlkə fikir varsa desin. Bizim kənddən belə biraz əvvəl dedim, yəni oxumağa maraq daha çox idi. Bunun səbəbi nə idi? Çünki kənddə dolanışıq, bizim kəndin dolanışığı yaxşı idi. İnsanların belə deyək də maddi yönə bir problemi yox idi. Amma bu elmə, təhsilə maraq baxsan yüksək idi. Müəllim olan, deyək ki, mühasib olan, hüquqşünas, siyasətlə məşğul olan. Yəni oxuyub bir an əvvəl kənddən çıxmaq istəyirlər. Bunun səbəbi nə idi? Tağam, Aydın əmi desin, sonra gör, siz nə deyirsiniz? Səbəbi o idi ki, ali təhsilli uşaqların demək olar ki, əksəriyyəti orada iş vermirlər. Ermənilər bizə işlər vermirlər. Yəni, oxuyurlar da, oxuyub təhsil alandan sonra ermənilər yüksək vəzifələrdə bizi görmürlər. Ən yüksək vəzifəsi, mən müasib işləyirdim. Arzum o idi ki, Kolxoza direktor olan. Hadicə o vaxtı Sovet hökuməti vaxtı idi. Komünist partiyasının üzvlüyünə keçirmədilər ermənilər ki, bu gələcəkdə böyük vəzifələrə gedə. Tağam, sən nə deyirsən bundan bağlı? Mənfur erməniləri o mənfur ermənilər elə bir siyasət işlədirdi ki, gözə görüşmürdü. Nə idi? 50-ci illərdə Azərbaycandan 52-ci ildə deportasiya olunanlar 55-56-cı illərdə qaydanda 200 kəndin cəmaatını, əhalisini bir kəndə yığırdı. Nəyə görə? Onların siyasəti nə idi? Bir kənddə kolxoz təşkil edirdilər, kolxoz təşkil edirdilər. Bir kəndə bir agronom lazımdır. Ancaq hərə öz kəndində gedib yerləşsəydi, hərə öz kəndində yerləşsəydi, 5-6 kənddə 5-6 savxoz olardı, 5-6 agronom işləyərdi.
Hı hı. Onlar 5-6 kəndin adamlarını, cəmaatını bir kəndə yığırdılar ki, bir agronom olsun. O birilərini işlə təmin eləməsinlər də. Bu kadr siyasətini onlar bu cür aparırdı. Eyni ilə də tək agronom deyil, başqa ixtisaslar var, başqa məsələn bir idarə var, bir idarədə 2 mühasib işləyirsə, 5-6 kənddə 10 dənə mühasib işləyəcəkdir. Bu 55-56-cı illərdə, 60-cı illərdə öz doğma vətənlərinə, yurtlarına qayıtmaq istəyən adamlar görürdülər ki, onları öz kəndlərinə qoymurlar getməyə. 5-6 kəndi bir yerə yığırlar. Ona görə də onlar öz kəndinə, öz ata-baba qəbristanlıqları var orada, yurtlarıdır, vətənləridir, ora getməyə qoymurlar. Ermənistana qayıtmadılar. Yarısı qaldı Azərbaycanda, yarısı getdi, yarısı qaldı. Bax, orada kadr məsələləri var. Bir kənddə məktəb işçiləri var, müəllimlər var, kənd təsərrüfatı işçiləri var, agronomu var, baytarı var, zootexniki var, mexanizat, kənd təsərrüfatı texnikasını bilən mexaniklər var. Bunları, bu kadrları yerləşdirmək lazımdır. Biri var 5-6 kənddə 5-6 savxoz var. Bir də var 5-6 kəndi bir kəndə yığıb bir savxoz edirlər. 4 dənə 5 dənə kadr, yəni agronomla. 4 dənə 5 dənə agronom orada iş tapa bilmirdi. Üst tuturdu Azərbaycana. Demək ki, onların o vaxtdan dediyiniz kimi o siyasəti elə buradan başlaymış. O vaxtdan eləyirdi. Eyni ilə də Azərbaycanlıların geri qayıdışı Ermənistana, Dərəvəyə, öz doğma kəndlərinə qayıdışı 100% təmin olmadı. Çünki kəndlərinə qoymurdular belə. Kəndlərini dağıdırdılar, o yerində qalmış uçmuş damları da dağıdırdılar ki, gəlib düzəldib bərpa edərlər. Bunun kimi məsələlər çoxdur. Həqiqətən çox gözəl, maraqlı söhbətimiz gedir. Allah sizdən razı olsun. Məni hər zaman müsahibə aldığım ellilərimə bu sualı verirəm. Bəlkə təkrar olur, amma təkrar olduğu qənaətində deyiləm. Nəyə görə? Çünki o məlum o 88-ci ildə deportasiya, növbəti deportasiya olma məsələsi biz onu unuda bilmərik. Mən belə unuda bilmirəm. Mən 76-cı iləm. Məsələn, mən orada çıxarkən məsələsini belə deyək də, o gördüklərim hələ məni illərdir unuda bilmədiyim halda sizin artıq ömrünüzün belə deyək, ya çox hissəsi orada keçibdir. Bu hadisə necə oldu? Bu eşlərkən hansı hisslər keçirdiniz və oradan o deportasiya olarkən köçməniz necə oldu? Zəhmət olmasa hər kəs öz fikrini bölüşsün də. Aydın əmi, nə deyə bilərsən? O mənfur ermənilər həmişə bizi görəndə o vaxtı bizə Türk deyib qapımızdan yapışırdılar. Elə oldu ki, vaxt gəldi, bu ermənilər bu Sumqayıt məsələsində nəysə bilir, burada özləri ixtişaş yaratdılar. Bunu da Ermənistanın mərkəzi komitəsi, o vaxt mərkəzi komitəydi, ondan sonra nə bilim nazirliklər də bütün rayonlara tapşırıq vermişdi ki, bütün Qərbi Azərbaycanda olan, rayonlarda olan Azərbaycanlıları deportasiya edir. Bu bir neçə dəfə qabaqki illərdə də təkrar olmuşdu. Elə oldu ki, 1988-ci ildə baxdıq, gördük ki, işin o yeri deyil. Dedik, çıxarın. Nəysə, o vaxtı Naxçıvandan da bizə köməyə gələnlər olurdu. Texnika ilə gəlirlər ki, bir də Azərbaycanın bəzi rayonlarından bilirlər ki, o dar çərçivədə qalmışıq. Bizi oradan çıxartmaq lazımdır. Ona görə də gəlib kömək edirlər. 1988-ci ildə köçüb gəldik Şuşa şəhərinə. Qarabağın Şuşa şəhərinə. Gəldik, orada bir müddət qalandan sonra biz keys çıxdıq oradan.
Biz Göygöl rayonuna getdik. Beləliklə cəmaatdan da bəziləri qaldı Şamın özündə, bəziləri yendi Xocalı şəhərinə, Xocalı rayonuna. Xocalı'nın aqibətini axırda birlikdə gördük. Get-gedə cəmaat pərən-pərən düşdü. İndi bütün Azərbaycanın elə bölgəsi yoxdur ki, Bizim cəmaatdan o da olmasa. olmasın. Tağam, sən nə deyə bilərsən o deportasiya? Mən 1988-ci ilin fevralında bu hadisə baş verəndə o zaman bizim rayon Məşəd Əzbəyovun adına Əzbəyov rayonu. Bəli. Bizim rayona gediş-gəlişimiz çox zəiflədi, çətinləşdi. Və biz hətta elə olurdu ki, xəstələrimiz olanda xəstələrimizi ora apara bilmirdik. Və kəndimizdəki həkim müalicə edirdi, onun da gücündən, biliyindən kənar olanda Naxçıvana aparırdı. Məcbur olub uzun bir məsafə qət edib Naxçıvana aparırdı. 88-ci ildə bu hadisə baş verəndə mən o dövrki gənclərimizə indi də əhsən deyirəm. Nəyə görə? Ona görə ki, günüz yox, günüz qorxumuz yox idi. Gecə ermənilər baskın edə bilər deyin, kəndi qoruyurdu. Bir dəstə kəndin ayaqdan aşağı hissəsindən girəcəyində, bir dəstə kəndin yuxarı hissəsindən girəcəyində. Ona görə ki, bizim kəndimiz Yerevandan Laçına, Şuşaya gələn yol bizim kənddən keçirdi. Bizim kənddən Zəngəzur maşınları, erməniləri gəlib gedirdi. Çox ermənilər gəlib gedirdi. Qonşu kəndlərdə erməni kəndləri var idi. Baskın edə bilərlər. Gecələr gözləyirdi, qoruyurdu kəndi. Hətta elə bir vəziyyət yaranmışdı ki, gecə vaxtı erməni maşınları tərs dayanırdı. Erməni maşınları kənddən keçməyə cürət eləmirdilər. Hava işıqlananda gəlib görürdülər ki, yol açıqdır, gəlib keçirdilər. Amma gecə vaxtı, qaranlıq vaxtı cürət edib kənddən gəldi, kəndə 1-2 kilometr yaxınlaşmış, uca qaranlıq düşürdü. Maşını saxlayıb maşının içində qalırdı. Cürət edib kəndə girmirdi, kəndin içindən gedə bilmirdi. Bizim elə gənclərimiz, qalanlarımız var idi. Məcbur olduq da bir vaxt bu qış vaxtı elə fikirləşirdi, atam biz deyirdi ki, qar əriyəydi, yaz olaydı, uşağın əlindən tutub bu dağlardan aşaydıq, Azərbaycana, Naxçıvana gedəydik. Dağlar qardı, hər tərəf qardı, aşağıdan ermənidir, yuxarıdan ermənidir, çətin bir vəziyyətdir. Şükür Allahın böyüklüyünə. Qar əridi, yollar açıldı. Uşağın əlindən tutub qaçmadılar, qaçmadıq. Mənim o vaxtı 28 yaşım var idi. Biz maşınlarla çıxartdıq əşyalarımızı. Məsələn, bir neçə adam birləşirdi, malın, heyvanın, keçirdilər Naxçıvan tərəfə, keçirdilər Kəlbəcər, Laçın istiqamətində gətirirdilər. Beləliklə biz erməniyə vermədik həsinə. Bir dənə evlər, daşınmaz ənvar qaldı. Yığdıq, gətirdik. Məcburiyyət qarşısında çıxdıq. Uzun illər bu qaçqınçılığın çətin vəziyyətini yaşadıq. Bu qaçqınçılıq dövründə mühit dəyişmişdik daha biz. İqlim dəyişmişdik. Gözməyən dayılarımız getdi, əmilərimiz getdi. Atamız rəhmətə getdi. Bu qaçqınçılıq bizim Dərələr cəmaatına eyni ilə də tez, Çox bir zülüm oldu. Köşbək, İstisu, Zermok yəni. Onun əvvəlki adı İstisu oldu. Çox itkilərlə başa gəldi. Zəhra bir, siz o anları necə xatırlayırsınız? O anlar yadıma düşəndə heç təsəvvürə gətirə bilmirəm ki, nətər danışım, nə deyim.
Heç o vaxt mən inanmırdım ki, biz kənddən çıxarıq. Çünki atam da orada rəhmətə getmişdi. Atam da qəbr oradaydı. Ən əsas anam da mən də deyirdim ki, mən qardaşımın qəbri qoyub oradan çıxmadım. Amma vəziyyət elə gəldi ki, məcbur olduq. Naxçıvandan maşın gəldi, beş-beşimizi yığdıq. Hələ mən beşimi yığmaq istəmirdim. Qaynanam gəldi mənə biraz dəlalət verdi ki, dur yığ, nə danışırsa. Hamının qəbri burada qalır, hamının əzizləri ölür. Dur beşini yığ, artıq sabah gəlir biz çıxırıq. Ondan sonra beşimizi yığdıq, gəldik. Birinci Şuşada bir neçə ay məskən açdıq. Sonra qaynatam Göygölü, indiki Göygöl o vaxt xanlar idi. Oranı seçdi ki, havası bizə, uşağa uyğundur. Gəldik orada bizə dövlət torpaq verdi, ev tikdik. Elə oldu ki, daxanlarda da qala bilmədik. Çünki uşaq böyüyürdü, bunların oxumağı var idi, bunlar məsələn işləməkləri var idi. O xanlar da o qədər böyük rayon deyildi. Biz yığışdıq, gəldik Bakıya. Hətta mən evdən çıxanda, inan Allaha, elə fikirləşirdim ki, bir dəfəlik getmirik, gedirik, qayıdacaq. Terpə. Terpə qayıdacaq. Evi sildim, süpürdüm, polu sildim. Qapını bağladım, haçarı pəncərədən atdım içəri ki, yenə qayıdacaq biz öz evimizə. Amma qismət olmadı. Qayıda bilmədik. Əziz ellilərim, ağsaqqallarım, ağbirçəklərim, həqiqətən çox maraqlı söhbətdir, Allah razı olsun. Artıq verilişimizin sonuna gəldik. Son bir sualla verilişi icazənizlə qurtarmaq istəyirəm. Səhrəb bəy, inşallah sözünüzün əvvəlində qayıdışdan danışdınız və hətta ona biraz toxundunuz. Amma təkrar eləməyinizi də istəyərdim. İnşallah kəndə qayıtsaq, ziyarət edəcəyiniz ilk yer hara olardı? İlk yer, həmişə gecə də yoxunda oranı sözlər. Mən qayıdıb qardaşımın qəbrini görərdim. Ən birinci ziyarətim ora olardı, gedib onun qəbrini görərdim. Allah rəhmət etsin, Allah sizə səbir versin. Aydınəm, siz? Əlbəttə, böyüklərimiz, babalarımız, ulu babalarımız o torpaqda uyuyurlar. Elə mən də ilk növbədə qismət olsa, gedəsi olsaq, birinci növbədə qəbirlərimizi gedib ziyarət edərdik. Ceyhun müəllim, elə bir sual verdin ki, bu sual bütün vücudumuzu yerindən tərpədir. Vətəndir, əzizlərimizin qəbri orada qalır. Getdik. Bəs burada qalan qəbirlərimiz nə? Buradakı əzizlərimizin qəbirləri nə? Bizə görə Allah tərəfindən olunan zulümdür bu, itəmdir. Yarı qəbristanlığımız burada, bir kəndin 100 yerdə qəbristanlığı yoxdur. Yarı orada. Hansının dərdinizi? Sözsüz ki, vətəndir. Vətən həki alınsın o torpağına. Gedərik. Gedərik. Belə bir şad ürəklə gedərik. Çünki o coğrafya, o təbiət, o qədim Türk torpaqları, qədim Azərbaycan torpaqları bizə bu babalarımızdan miras qalmış. Ancaq təəssüflər olsun, biz saxlaya bilmədik. Ümidimiz həsrətin səsidir. Həsrət və ümid verilişini elə adına görə əsas olsun, çox gözəl. Həsrət, ürəyimizdəki həsrətdir, vətən həsrətidir. Ümid də gələcəyə ümidimizdir ki, nə vaxtda öz doğma yurdumuzdur. Babalarımızdan, atalarımızdan bize kalan yurtlar. Orada her bir dağın, her bir derenin, her bir gölün, her çayın, hamı bunların hamısı Azerbaycan dilinde. Dağlar, göller, aşağılar.
çaylar, qayalar. Mesela bizim kentte var idi Şirişli Kayası. Kaya başı. Ağ Yarğanın dağı. Kısır dağı. Bəli, hamısı Türk Kel çayı. erməninin heç bir əsər əlaməti yoxdur orada. Bəli, dediyiniz kimi. Atsız yer yoktu orada. Ben bir gün eğer vaxt varsa Hə, bir dəqiqə yerim var, onu deyim. hə, çox yaxşı olar. Bu. Bir gün gördüm ki bu evin hayatında oturmuştum bir kasal uçurduğuna. Baktım dedim. Ben de hele uçabilirim. Gezerdim, vatanı gezerdim, görerdim. Neyse de o mümkün olan şey değildi. Hele Qarabağ alınmamıştı. Yazdım ki, geldim evde oturdum yazdım. Koca Kartal, uç git bizim yurtlara, baş tək vətəndəki buz bulaqlara, şəhli düzlərə, yaşıl dağlara, sınalı göllərə, bağça bağlara. Ayrılıq ömrümü eyləyib yarı, uca zirvələrdən interfə sarı. Məndən heç olmasa salam dibarı, yaralı qəlbinə mərhəm qoysarı. Unutma heç zaman ayrı dərəni, daha orsu yoxdur kəsə bərəni. Zalim düşmən pərən salıb hərəni, söylə görən varmı ana vətəni. Buludları nərə çəkib sağlayıb, qara qaya qara örtək bağlayıb. Boynu bükük bənövşəsi ağlayıb, ürəyini həsrət yaman dağlayıb. Dağlar quşu, en köşbəyin özünə, dərəsinə, yamazına, düzünə, dağlarında çeşmələrin yüzünə, düzeylərdə ərimiyən buzuna. Sükuta dalıbdır qoşa gölləri. Gen dərənin çiçəkləri, gülləri, soraqlayır nə müddət dilirləri, bülbüllərin cəhcəh vuran dilləri. Səbirli ol, açılar yollar. Qaydar yurdlara yenə o ellər. Sevinər vətəndə qızlar, oğullar, bir də sızıldamaz gəlmiş kömür. Çox sağ ol Tağam. Həqiqətən çox gözəl bir şeir oldu. Sizin belə yazdığınızı mən bilmirdim. Allah qələminizə bərəkət versin, ömrünüzə bərəkət versin. Həqiqətən çox duyğulandım. Nə deyim, Allah inşallah öz kəndimizə qayıtmağı nəsibə müyəssər eləsin. İcazənizlə mən verilişi qurtarmaq istəyirəm. Verilişin vaxtı artıq sona çatdı. Yenə də sizə təşəkkür edirəm ki, Elimin Obamın gözəl insanları, ağsaqqalları, ağbirçəkləri bugün Həsrət və Ümid verilişinə qonaq oldular. Öz gözəl fikirlərini, duyğu düşüncələrini, xatirələrini bizimlə, hörmətli izləyicilərimizlə paylaşdılar. Çox sağ olun, təşəkkür edirəm. Son sözünüz? Son sözümü verilişinizə uzun ömür olsun deyirəm. Belə xalqın, ellərin həmişə arzularını gəlib çəkəsiz, onu canlandırasız. Uzun ömür arzu edirəm verilişinizə. Verilişin təşkilatçılarına minnətdaram. Ceyhun müəllimə minnətdaram ki, zəhmət çəkib Çox sağ, borcumuzdur, o nə deməkdir? Bizi bax belə dinləndirir. Çox sağ olun. Çox sağ olun. Çok sağ olun. Allah razı olsun. Öyəcək. Yani bizi ışıklandırdınız, yüreğimizden kopan kişi de olsa, az da olsa yüreğimizi boşalttık. Allah canınızı sağ Çox sağ olun, təşəkkür edirəm. Əziz və hörmətli Həsrət və Ümid verilişinin dəyərli izləyiciləri. Artıq bir verilişimizin də sonuna çatdıq. Yəni arzumuz, istəyimiz o torpaqlara qayıdışdır. Biz Qərbi Azərbaycanlılar, Qərbi Azərbaycan Paşalıların Tep Köçbək Leyli Qaçan cəmaatının və o cümlədən digər cəmaatlarımız, elimizin, obamızın rayonları, artıq bütün Qərbi Azərbaycanlıların bir arzu istəyi var. Gez-tez öz torpaqlarımıza qayıtmaq arzusu. Biz Ali Baş Komandanımıza, İlham Əliyev cənablarına inanırıq. İnşallah o qayıdış bizlərə də nəsib olacaqdır. Biz hər zaman sizlərdən öyrənmişik. Oğlum, qızım, narahat olmayın. Biz öz torpaqlarımıza qayıdacaq inşallah. Çatdıq verilişimizin sonuna. Əziz və hörmətli tamaşaçılar, bugünkü verilişimizin qonağı Qərbi Azərbaycan Paşalıdan Tep kəndinin sakinləri ilə görüşdük. Abbasov Aydın Ağalıoğlu,
Məmmədov Tağı Ağəloğlu ilə Səyərə bacı ilə Səyərə bacımız bizim verilişimizin qonağı oldu. Vaxt ayırdınız. Təşəkkür edirəm. Mən inanıram ki, növbəti verilişdə də yenə də sizinlə görüşəcəm. Allah sizə dünyanın ən gözəl neməti olan can sağlığı versin. Hər zaman evinizə, ocağınıza şadlıqlara gələk. Çox sağ olun. Növbəti verilişlərdə görüşmək ümidi ilə. Aydın əmi, veriliş qutardı. Demək olar ki, mən dayandım, amma səni unutdum o şeirini demək. Görmədim. Üzürü hesab elə. Bir qəribli şeirim var, qəribli pis. Çox acı nəticələri var qəribliyin. Şükür Allah, sağlıq, salamatçılıqdır. İcazənizlə, bəli, icazənizlə bu qısa da olsa bir şeirim var. Bunu neçədən ibarət. Bunu deyim. O doğma vətəndən uzaq olmuşam. Ürəyim kövrəlib, yaman dolmuşam. Ata-ana nə olduğumu bilmişəm. Sıxır vücudumu yaman qəriblik. Səbrim tükənibdir, dözə bilmirəm. Qardaş bacıları görə bilmirəm. Ürək dostlarımı hələ demirəm. Kəsib aramızı duman qəriblik. Didərgin düşmüşəm obadan, eldən. Sonalar uçubdur İbad gölündən. Baba bulağının sərin suyundan. Doyunca içmədim, inan qəriblik. Deyirəm ha dostlar, bu necə işdir? Yük əydi, daşımız qürbətə düşdü. Pozuldu növrağı, obalar köçdü. Gəldi belə tez bir zaman qəriblik. Haçan çəkdim arazımın nazını. Az görmüşəm İbrahimin üzünü. Aydın söylə Səyərəyə düzünü. Daha yoxdur heç bir güman qəriblik. Aydın əmi, bu qəribli şeirlə bağlı artıq biz bunu da işləyik sizdən. Allah sizə uzun ömür versin. Mən görürəm sizin şeir kitabınız var, məsələn, nə qədər şeirləriniz var. Mən açığı bunu bilmirdim. Verişdən əvvəl mənə belə deməmişdiniz. Amma bütün izləyicilərimizə, Həsəf və Ümid verilişinin bütün dinləyicilərinə söz verirəm ki, bizim elimizin, obamızın dəyərli oğlu, ziyalısı Aydın əminin bir şeirləri var. Mən sizə söz verirəm, inşallah bir xüsusi bir verilişi Aydın əminin yaradıcılığına, yazdığı şeylərlə bağlı görüşəcəm. Aydın əmi, çox sağ ol, Allah sizi var eləsin. Sağ ol Ceyhun müəllim, sağ ol. Mən də minnətdaram ki, bir daha məni işıqlandırdınız da necə deyərlər. Çox sağ ol, təşəkkür ederim. Allah sizi var eləsin.